Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bu dərsimizdə İskəndərnamənin İqbalnamə hissəsindən danışacaq. Düzdür, mən indi onun qısa xülasəsini, lazım diqqət etməli olduğumuz məqamları xatırladacağım, amma yenə bir daha vurğulayıram ki, bir bədii əsəri oxumaq, öyrənmək üçün onu dəfələrlə oxumaq lazımdır. Biz bilirik ki, Şərəfnamə əsərində İskəndər bir dünya səyahətinə çıxdı, hər yeri fəth elədi, sonra qayıtdı, gəldi. Bundan sonra gördüyünüz bu B6 başlıq altında İqbalnamə hissəsi orta məktəb dərsliyində verilmişdir. Demək ki, kitabın başlanması hissəsində söylənilir ki, İskəndər alimliyə böyük dəyər verdi. Dedi ki, gözümdə ən böyük insan alimdir. Hünərlə, elmlə başqa cür heç kəsə üstünlük eləyə bilməz. Kitabın başlanğıcında o hissə verilir. Sonra ikinci hissədə İskəndərin peyğəmbərliyə yetişməsindən danışılır. Burada söylenir ki, artıq bütün elmləri öyrəndikdən sonra İskəndər başqa bir sferaya keçdi, artıq o elmlə yox və bu zaman məlum olur ki, ona bir mələk gəlib peyğəmbərlik verir. İskəndərə peyğəmbərlik verdikdən sonra İskəndər özünə nəsihətnamələr yazır, çünki mələk ona deyir ki, sən səfərə çıxmalısan. Məsləhətləri, nəsihətləri ona öz müəllimi Ərastu, sonra Əflatun, sonra isə Sokrat yazılmış olur. İskəndər bunları da nəsihətnaməsində götürür və peyğəmbərlik səfərinə çıxır. Peyğəmbərlik səfərinə 100.000 ordu ilə çıxır. Əvvəlcə onu deyim ki, taxtdan tacdan əl çəkir, İskəndərin şəhərinə bağlayır, Rusun vergisini, oğlunu öz yerinə hökmdar qoyur, anasına oğlunu tapşırır. Hətta anasına çox gözəl bir vəsiyyət edir, deyir ki, sən xalqa bir həm atalıq elə, həm analıq elə. Elə bir iş tut ki, deyir, mən qayıdıb gələndə nə sən utanasan, nə də mən utanam. 100.000'lik ordu ilə səfərə çıxır. Elə səfərə çıxmışkən Beyt-i-Müqəddəsdən, Qüdsdən onun yanına adamlar gəlir, bir zalım əlində qaldıqlarını söylüyor və İskəndər gedib o zalımı Qüdsün qapısında çarmıxa çəkir. Bir yerdə onu deyim ki, bugün Qüdsün özünü çarmıxa çəkiblər. Sonra Məğribə doğru gedir, 6 ay yol gedir, Nilin sahilinə çatır. Orada bir vadiyə, yaşıllıq yerə çatırlar, amma ətrafı uca dağlar olur. Və deyir ki, orada mina daşlar var, mina kimi daşlar var idi və adamlar göndərir ki, bu dağı aşsınlar, görək o tərəfdə nə var, amma heç kəs gedib qayıtmır. Axırda məsləhətləşir, müdrik adamlar yığır yanında ki, biz nə edək ki, bilək o tərəfdə adam var, nətər öyrənək, necə öyrənək. Axırda belə qənaətə gəlirlər ki, bir ata ilə bir oğlu göndərsinlər. Ata qabaqda getsin, oğul arxası ilə getsin. Ata oğluna vəziyyəti izah eləsinə gəl. Orada dili heyrətdən lal olsa, danışa bilməsə, heç olmasa məktub yazsın. O məktubu da birbaşa İskəndərə gətirsinlər. Bəli, elə də eləyirlər. İskəndər görür ki, gələn məktubda görür ki, ata yazıbdır ki, biz çox əziyyətdən, zulümlə dağın başına çıxdıq. O tərəfə baxanda ora cənnət kimi bir yer idi və mən bu cənnəti qoyub geri qayıtmaq istəmirəm. Məktubu da oğluna vermiş olur, oğlu məktub oxumamış olur. İskəndər məktub oxuyan kimi adamlarını bir yerdən çəkir. Başa düşür ki, burada qalmaq olmaz, başının ətrafında adamlar qalmaz. Bu, nizami güclü eləyən, yəni belə deyə, həyatı olduğu kimi əks etdirən bir əsər yazdığını göstərən faktlardan biridir. İskəndər kimi bir adam, peyğəmbər kimi bir adam insan xarakterini bilir, başa düşür ki, bu vəziyyətdə adamlar onun yanında qalmaz, o cənnət kimi məkana gedərlər. Hələ başqa bir məqam var, elə buradadır, bu əsərdədir, bu hissədədir. Bundan sonra İskəndər səfərə çıxanda bir gümüş torpağa rast gəlir. Ki, orada ancaq qum dənələri gümüş olur. Orada bələdçi ona deyəndə ki, gümüşdür. Adamlara bu sirri demir, qorxur ki, adamlar o qədər yük götürərlər ki, sonra səfər edə bilməzlər. Amma özünün nəfsi, özünün bəşəri nəfsi, peyğəmbərin bəşəri nəfsi, insanın nəfsi özü bir neçə dəvə yükü oradan, qumlardan yüklənir və bu yerdə bir su da yox idi, su bir civə kimi idi. Bu yerdən də axır ki, uzaqlaşdılar, getdilər. Gəldilər, bir yerə çatdılar ki, bu yerdə Neqroy diriqinə mənsublar, belə qara rəngli insanlar var idi, vəhşi kimi yaşayırlar, ancaq ovla məşğul olurlar. Bir qəribə məqam var burada, deyir ki, biz su içməliyik, nəmli havadan suyu nəfəs almayla o su ehtiyacımızı ödəyərik. Onlardan soruşur, burada nə adamlar var filan, deyirlər ki, bəs bizdən uzaqda çox vəhşi kimi, çox qəribə adamlar var, onlardan bir dəfə tutmuşduq, onlar su zat içməzlər. Və onlara İskəndər onlara deyək ki, pay püş verir, hədiyyələr verir, oradan aralanır.
Sonra İskəndərin şimala çatması və Yəcüc səddini bağlamasıdır. Bu yerdə biz görürük ki, İskəndər artıq Çinə də gedibdir. Çindən qayıdıb gəlir. Çindən qayıdıb gələndə İskəndər elə bir məkana çatır ki, əslində o gümüş məsələsi o İskəndərin şimala çatması hissəsindədir. Qayıdıb oradan gümüş olan yerə çatırlar, oradan da gəlib bir torpaq olan yerə çatırlar və orada bir qrup insana rast gəlirlər ki, onlar İskəndərin peyğəmbərliyini qəbul eləyirlər və onlar İskəndərə bunların sərhəddində Yəcüc deyilən bir tayfanın yaşadığını, çox dəhşətli bir xalq olduğunu, narkotik tipli bir maddə yeməsələr yatmadıqlarını, yeməkdən doymadıqlarını, sonra nə bilim ildə bir dəfə bir əjdaha gəlirdi, bir onda deyir onu yeyəndən sonra deyir bir ay yatarlar deyir. Yoxsa deyir bizə qan dururlar. Deyir biz öz canımızı ancaq belə qutara bilirik ki, dağa dırmaşırıq, deyir ağaca dırmaşırıq, onlar deyir yuxarı dırmaşa bilmirlər. İskəndər bu tayfanın qarşısını almaq üçün bir Yəcüc səddi tikdirir. Tarixdə də, Quranda da bu sədd barədə bir işarə var. Mən bir mənbədə də gördüm ki, artıq o səddi tapıblar, Poladdan deyir tökülmüş bir səddi. Bəli, bir sədd tikdirir. Ondan sonra İskəndər səfərə başlayır və səfərdə Xoşbəxtlər ölkəsindən gedib çıxır. Sonradan bizim orada Xoşbəxtlər ölkəsi adı yazmır. Yəni biz Xoşbəxtlər ölkəsi dediyimiz bir məkana gedib çatır. O məkan cənnətin özü, belə deyək və yaxud keçmiş dövrdə deyirlər ki, kommunizm. Orada, hələ burada bir yer deyim, yolda bir məqama da rast gəlir. Onlar bağdan bir qul meyvə dərir, o meyvədən onun qolu quruyur. O meyvəni dərdiyi üçün İskəndər deyir, bu bizə ibrətlikdir, heç kəsin malına toxuna bilməz və gedib cənnət kimi bir yerə çatırlar. Cənnət kimi deyəndə, yəni adamları sanki mələk qılman olan bir yerə çatırlar. Orada İskəndərə izah edirlər ki, bəs biz hamı malını bərabər bölər, heç kəs oğurluq eləməz, heç kəsə paxıllıq eləməz, heç kəsdən işi olmaz. Bir sözlə, insanlıq adına ən gözəl nə varsa, hamısı bu cəmiyyətdə var. İskəndər bundan sonra səfərə çıxmaq, peyğəmbərlik səfərindən də daha imtina edir, hətta bu adamların yanında peyğəmbərliyini boynuna almır, hətta düşünür ki, mən bilsəydim ki, belə bir məkan var, elə əvvəldən gəlib burada yaşayardım, heç peyğəmbərlik səfərinə çıxmazdım. Bu əsəri maraqlı edən çox qəribə nüanslar var. İskəndər elə bir müasir dövrdə dünyanı gəzmiş olur. Məsələn, İskəndərin peyğəmbərlik səfərinə çıxdığı hissədə demək deyir ki, şimal qütbdə, orada düzdür şimal sözünü demir, qütbdə deyir, ağ dərli insanlar yaşayır. Onlar deyir, heç xəstələnməzlər, heç azarlamazlar. Onlar 500 ildən yuxarı ömür sürürlər. Yəni, az qala bütün irqlərə İskəndər Nizami Gəncəvi toxunmuş olur. Ondan sonra qəflətən İskəndərin biz vəsiyyəti deyilən hissədə İskəndərin xəstələndiyini görürük. İskəndər güzgəyə baxır, görür ki, ölüm yaxınlaşır. İskəndər ölümün əlində hər şeyin aciz olduğunu, ətrafındakı insanlara belə bir xitab olur ki, mənim üçün yaz saxlamayın, mənim üçün matəm saxlamayın, bizə şeyin, Allaha dua edin. Və yenə halsızlaşır, başa düşür ki, artıq son mənzil yaxınlaşıbdır və katibinin yanına çağırıb anasına vəsiyyət yazır. Anasına nələr istəyir, anasından nələr xahiş edir, anasına ant verir, əmdiyi südə, öz canına, Allaha, deyir ki, ana mənim üçün matəm saxlama. Özünü sındırma, şahdır. Mənim üçün deyir, ehsan ver, qoy yesin insanlar. Və özün də yaxşı insan. Buradan başqa. Sonra belə izahlar verir, deyir ki, 2 ömür yaşasam, 2 bu qədər yaşasam da ölməliydim. Yəni, ölüm haqdır. Və anasına belə bir vəsiyyətlə İskəndərnamə əsəri bitmiş olur. Nizaminin əsəri biz diqqətlə oxusaq, hətta məktəb dərsliyində verilən parçalar oxusaq, Nizaminin nə qədər böyük şair olduğunu, nə qədər böyük bir təfəkkür sahibi olduğunu, hətta insanın hiss emosiyalarına nə qədər gerçək, real verdiyini görərik. Məsələn, İskəndər anasına yaz saxlamanı bu şəkildə deyir. Yəni, adamların içində eləmə. Ana mətanətli dur yenə və o qədər emosionaldır ki, adam oxuduqca tükləri biz-bir olur. Sadəcə o mənim 10 dəqiqə ərzində bir mövzu haqqında danışmaq niyyətim imkan vermir ki, bu nüansların hamısına toxunaq. Əgərsə bir faydam toxundursa, mənə nə mutlu. Diqqətinizə görə sağ olun.